Salam, kanalımızda hər kəsi xoş gördük. Bu günləri Türk mətbəxindən ispanaqlı çox ləzzətli börək hazırlayıram. Sizin üçün də maraqlıdırsa videomuzu sona qədər izləyin. 1 stəkan ilıq su və 1 stəkan ilıqdan biraz da isti südü qabıma əlavə edirəm. 1 çay qaşığı maya və 1 çay qaşığı isə şəkər tozu əlavə edib biraz qarışdırıram. Üzərinə yarım armud stəkan, yəni 100 ml duru yağ və unumu əlavə edirəm. 5 stəkan un eləmişdim əvvəlcədən. 1 çay qaşığı isə duz. Una qatıb xəmirimi yoğurmağa başlayıram. Unu hissə-hissə əlavə edirəm ki, xəmirim bərk xəmir olmasın. Dəyərli izləyicilər, kanalımda olan bütün reseptləri, yeməkləri, şirniyyatları ailəm üçün hazırlayıb bəyənərək sizinlə paylaşıram. Çox əminliklə hazırlaya bilərsiniz. Xəmirimi yoğurdum. Yumşaq, ələ yapışmayan xəmir alındı. Mən bunu 1 saat mayalanmaq üçün saxlayacağım. Xəmiri çox acıtmağa ehtiyac yoxdur. İndi mən ispanaqlı içliyimi hazırlayıram. Siz bunu qiyməklə də əvəz edə bilərsiniz. Əvvəldən ispanaqları təmizləyib yumuşam və biraz da suyunu dəsmalın arasında qurudub sonra doğramışam. İçlik üçün 1 kasa çox duzlu olmayan pendir, yarım stəkan duru yağ, duz, istiot lazımdır mənə və doğradığım soğanları da əlavə edirəm. Bunların üzərinə duzdan çox az istifadə edirəm. Çünki pendirin özü duzludur, içliyimiz duzlu olmasın. Və yağı, istiotu töküb əlimlə qarışdırıram. Biraz da ispanaqları əlimdə belə azacıq əzirəm. Artıq 1 saata yaxındır xəmirimiz mayalandı. Xəmiri hissələrə ayırıram. Əvvəlki videolarımda olduğu kimi bu videomda da istifadə etdiyim ərzaqların miqdarını açıqlama bölümündə qeyd edəcəm. İstədiyiniz yeməklərə, şirniyyatlara keçid edib baxa bilərsiniz. Xəmiri kündələyəndən sonra bütün mayalı xəmirlərdə olduğu kimi biraz da kündədə saxlayıram. Daha sonra isə başlayıram börəklərimi hazırlamağa. İlk hazırladığım xəmirdən başlayıb yayıram. Yuxanı çox da böyük açmağa ehtiyac yoxdur. Əvvəlcədən biraz kərə yağı əritmişdim və əlavə də qarğıdalı yağı əlavə etmişdim onun üzərinə. Bütün yuxamın hər yerinə bu yağdan çəkirəm və gördüyünüz kimi bu formada qatlayıram. Bu börəyin özəlliyi də bunun bükülməyindədir bu formada. Və Türk mətbəxində onu da deyim ki, bu börəklər çox məşhurdur. Bunu qiyməli işliklə də hazırlaya bilərsiniz. O qalır sizin seçiminizə. Yok, kara bilədim bunu. Ya, güzel. Mənim hazırladığım xəmirdən 8 ədəd börək alındı və bunların hamısını hazırlayıb bişirəcəyim qabın içərisinə yığıram. Üzərinə isə bir yumurtanın sarısı və duru yağ əlavə etdiyim qarışımdan yaxşıca hər yerinə gəzdirirəm. Yumurtanı çəkəndən sonra 15 dəqiqədə belə listə saxlayıram. Sonra isə kürədə bişirəcəm mən. Ancaq siz sobada 200 dərəcədə konveksiya rejimi olmadan yarım saat 45 dəqiqə bişirə bilərsiniz. Hər kəsin sobasına görə bişirmə müddəti dəyişə bilər. Börəklərim çox gözəl bişdi, xına kimi qızarıb. Mən qazı biraz da aşağı etmişdim ki,
börəklərimin içi yaxşı bişsin. Siz də tələsməyin, sobanızın dərəcəsini çox da yüksəyə qoymayın, çünki börəklərin üzü yanıb, içi çiğ qala bilər. İsti qırıb mən sizə göstərmək istəyirəm bişməyini. Əlimdə qırdıqca ovulub tökülür, çox gözəl bişib. Bu börəyi hazırlamağa dəyər. Sizə də məsləhət görürəm, əziz xanımlar. Və mən indi birini də börəyin soyuq halda qırıb sizə göstərəcəm. Xəmirimizin ara qatlarına çəkdiyimiz yağ börəyimizi çıtır-çıtır edib. Dəyərli izləyicilər, göz haqqınızı halal edin. Havanın soyuq olduğuna baxmayaraq, bu cürə açıq havada belə börək hazırlamaq biraz əziyyətlidir, ancaq buna dəyər. İnanıram ki, videomuzu bəyənib, kanalımıza dəstək üçün abunə olub, yorum yazmağı da unutmayacaqsınız. Allaha əmanət olun. İnşallah növbəti videolarımızda görüşənədək salamat qalın.